Salam əziz izləyicilər, hər birinizi xoş gördük. Bugün yenə sizə 2026-cı il 25 iyun tarixində ibtidai sinif müəllimlərinə riyaziyyatdan düşən sertifikasiya suallarından bir neçəsini izah edəcəm. Birinci məsələyə baxaq. Ata iş yerinə 45 dəqiqəyə gedib çatır. O saat 9:00-da evdən çıxdı. Yolun üstəki hissəsini getdikdən sonra evə geri döndü. 10 dəqiqə evdə vaxt itirdikdən sonra yenidən iş yerinə yola düşdü. Ata iş yerinə saat neçədə çatır? Dedik ki, ata evdən iş yerinə getmək üçün 45 dəqiqə vaxt sərf edir. Yolun neçə hissəsini gedib? Üstəki hissəsini. Baxaq görək üstəki hissəyə nə qədər vaxt sərf edib? Onu tapmaq üçün 45-in üstəki hissəsini tapaq. 45-i bölürük 3-ə. Vururuq 2-yə. Bərabər olacaq 30 dəqiqə. Demək ki, üstəki hissəyə 30 dəqiqə vaxt sərf edib. Bu 30 dəqiqə. 30 dəqiqəmizi yazaq. Daha sonra eyni məsafəni geri qayıdıb, demək ki, geri qayıtmağa da eyni qaydada 30 dəqiqə vaxt sərf edib. Daha sonra evdə 10 dəqiqə itirib. Daha sonra evdən iş yerinə gəlib. Nə qədər vaxt sərf edib? 45 dəqiqə. Bunları toplasaq, bərabər olacaq 115 dəqiqə. Onu da saata çevirsək, 1 saat 55 dəqiqə. Saatımızın üzərinə gələk, 9:00-ın üzərinə. 1 saat 55 dəqiqə gəlsək, bərabər olacaq 10:55. Demək ki, düzgün cavab olacaq D bəndi 10:55. İkinci suala baxaq. Hansı onluq kəsir daha böyükdür? Burada tam hissələr eynidir, hər birində eynidir. İndi isə onda birlərə baxaq. Vergüldən sağ tərəfdə olan ilk ədəd onda birlərdir. Burada 0, 1, 1, 3, 3. A və B bəndləri bizə artıq lazım deyil. Çünki burada gördüyümüz kimi 0 və 1 3-dən kiçikdir. C də lazım deyil. Orada da 1-dir. Qaldı D və E bəndləri. Bunları bərabərləşdirmək üçün 3-ün sağ tərəfinə 0 atırıq. Gördüyümüz kimi burada 31-dir. Digərində isə 30-dur. O zaman hansı böyük olacaq? D bəndi 7,31. Növbəti suala baxaq. Diametri 18 desimetr olan çevrənin radiusu neçə santimetrdir? Baxaq. Çevrəmizi çəkək. Gördüyümüz kimi çevrənin mərkəzindən keçən bu xətt çevrənin diametridir. 18 desimetrdir. Biz bunu santimetrə çevirsək neçə eləyəcək? 180 santimetr. Bildiyimiz kimi çevrənin diametri bərabərdir 2 radiusa. Yəni bu hissədə radiusdur. Bu hissədə radiusdur. 2 radiusumuz 1 diametridir. Yəni 2 radius bərabərdir 18 desimetr. Biz onu çevirdik santimetrə 180 santimetr. Buradan da 180-i 2-yə bölsək, yəni radius bərabərdir 180 bölü 2. Radius da bərabərdir 90. Demək ki, çevrənin radiusu 90 santimetrdir. Düzgün cavab C bəndi. Dördüncü məsələyə baxaq. Kater çayın axını ilə 4 saata 128 km yol getdi. Çayın sürəti 4 km/saat olarsa, kater durğun suda 3 saata neçə kilometr yol gedər? Sadə yolla bunu həll eləsək, məsafə verilib, zaman verilib. Əgər biz məsafəni zamana bölsək, sürəti alarıq. Yəni 128-i bölürük 4-ə, bərabər olacaq 12-ni 4-ə 3, 8-də 4-ə 2. 32 km/saat. Bu 32 km/saat katerlə çayın birlikdə sürətidir. Yəni V kater üstə gələk V çay bərabərdir 32 km/saat. Bizə isə katerin öz sürəti lazımdır. Çayın sürəti bizə verilib. O zaman çayın sürətini yerinə yazırıq. 4 olacaq. Və buradan da 32-dən 4-ü çıxsaq V
kater bərabərdir 32 çıx 4 bərabər olacaq 28 kilometr saat. Deməli, katerin öz sürəti 28 kilometr saatdır. Bizdən nə soruşur? Kater durğun suda 3 saata neçə kilometr yol gedər? Durğun su demək göl deməkdir. Yəni, burada katerə suyun təsiri yoxdur. Nə irəli aparmayacaq, nə geri aparmayacaq. Təmiz katerin öz sürətini götürəcək və 3 saatı hesablayacaq. Katerin sürətini də zamana vursaq, yəni 28-i vursaq 3 saata bərabər olacaq 84 kilometr. Demək ki, kater durğun suda 3 saata 84 kilometr yol getmişdir. Düzgün cavab D bəndi. Əziz izləyicilər, bununla da bugünkü izahımız bitdi. Digər sualların izahına növbəti izahımızda davam edəcəyik. Sağ olun, gələn izahlarda görüşənədək.